Rüzgar ancaq piydən düzəlmiş şamları söndürə bilər. Fəqət məhəbbət şamını söndürə bilməz. Bir şəm ki haqdan yanar, heç badilə sönməz. At başından o fikirləri, çıxart qəlbindən o xülyaları. Bütün kainat cilvələnib, fələklər sərəngül olsa da, mən səni almaram, bağla da bilmərəm. Bu cür qışqırmağın məncə nahaqdır. Əqlini cəm et. Onu da yaxşı bil ki, sən bu evdə xidmətçi kimi bir şeysən Bəhram. Nə? Mən öz əmimin evində xidmətçiyəm. Xeyr, yenə də səhv edirsiniz, Pəri xanım. Mən xidmətçi deyiləm. Mən bu evdə əmim qızı Saranın pasibanıyam. Sənin əminin evidir, mənim atamın. Pəri! Bu evləri əmim sənə tapşırmamış. Səni də yaxşı tanıyıram, Saranı da. Sara sənə qalmayacaq. Amma axırda sənə qalan, sənin dərdinə yanan yenə mən olacağım Bəhram. Çəkil. Uzaqlaş məndən. Göyün qübbəsi qopub külləyi ərzilə toqquşsa, yalın qılınclar sümüklərimə çarpılıb, iniltisi dağlarda əks olunsa, bütün yer üzü qaranlıq bir məzaristana dönüb, bəşəriyyət məhv olaraq yer üzündə, bir sən, bir də mən qalmış olsam, yenə də Saranın məzarını qucaqlayıb orada ölərəm. Amma sənin kimi öz bacısının məhəbbətinə xəyanət edən bir qızı almaram. Almaram.